Sabahınız xeyirli olsun, dəyərli qrup üzvləri. Hər vaxtınız xeyir, ümid edirəm hər biriniz yaxşısınız, əlasınız. Gəlin dünənki siqnallara baxaq uşaqlar. Dünən siqnalları nələr paylaşmışıq? Dünən gördüyünüz kimi, bildiyiniz kimi 30-dan çox siqnal paylaşdıq. Demək olar ki, hətta 35-ə yaxın siqnal paylaşdıq. Yəni bütün siqnallar deyək ki, mükəmməl nəticə verdi. Yəni baxa bilərsiniz buradan. Və Dow Jones-dan tutmuş, Ethereum-dan tutmuş, S&P Dow Jones, DAX, USD Yaponiyanı, USD Frank, Funt Yapon, Funt Frank, neft, gümüş, Ev dolları, Funt dollar, Bitcoin, qızıl, bütün əməliyyatlar gəlirlə nəticələndi. Qızıl biraz dünən satış əməliyyatlarından sonra bağlayandan sonra, yəni biraz aşağı doğru istiqamətə davam etdirəndən sonra yenidən yüksəliş oldu və dünən 4720-lərə qədər qalxdı. Bugün səhər saatlarında 26-lara qədər qalxdı. Bugün alışlar biz buy stopları yerləşdirmişik. Demək 4706-lardan 10 dollara yüksəliş üçün, satışlar isə 4687-dən 10 dollara eniş üçün hələ ki, yəni bunu nəzərə almışıq və qiymət bu istiqamətdə hərəkət etməsi gözlənilir. Yəni alternativ ssenaridə isə qiymət bu istiqamətdən, yəni 4687-dən aşağı formalaşarsa, satış əməliyyatlarına yol açacaq. Hal-hazırda belə bir vəziyyətdədir. Yəni təbii ki, müharibələrlə bağlı biraz vəziyyət heç də yaxşı deyil. Gümüşə gəldikdə isə bir də biz baxaq dünən nələr etdik. Yəni bir çoxları üçün maraqlıdır. Biz dünənki əməliyyatları necə bağladıq? Yəni dediyimiz kimi oldu-mu, olmadı-mı sualına gəldidə isə biz baxaq. Diqqətlə baxın, yəni dünən belə bir əməliyyatlarla nəticələndi. Demək burada diqqətlə baxaq. Demək bizdə səhər saatlarında gümüşdə, qızılda bildiyiniz kimi gəlirlə nəticələndi və eyni zamanda satış əməliyyatlarını biz 4674-dən verdik. Onu da yəni gəlirdən bağladıq. Sonra alış əməliyyatlarını vermişdik. O da gəlirdən bağlandı. Dünən yəni bu belə bir vəziyyətlə bağladıq. Yəni bugün hələ ki heç bir əməliyyatın, yəni dünən 9958 dollarla yəni nəticələndi. Yəni bu yəni təbii ki, yəni açıq sizə deyim, bu əməliyyatları bütöv, yəni bazardan gəlirlə çıxmağı hər kim bacarmır. Nə üçün? Çünki balanslarına görə lotlarını böyük edirlər və çox böyük edirlər və korreksiyalara dözmürlər. Məsələn, dünən diqqətlə baxın, yəni qızıl bizdə satış əməliyyatları vardı. Satış əməliyyatlarından sonra biz alış əməliyyatları da hər kimdə açıq oldusa, təbii ki, yəni bir belə böyük bir enişə, yəni böyük, çox böyük deyil, hardasa deyək ki, 55 dollara bir enişə ola bilsin ki, balansı dözməsin, yəni böyük lotdan girdiyi üçün. O da biz, yəni buy varsa, sell stoplar mütləq olmalı. Ona görə də yəni hər kimdə bu cür vəziyyət alınmır. Yəni biz dünənki vəziyyətdən yəni cəld hərəkət edib bazardan çıxdıq. İndi hal-hazırda bizim buy əməliyyatımız yaxınlaşır və bizim üçün heç bir fərqi yoxdur. Yuxarıdan formalaşsa alış olacaq, gəlirdən bağlayarıq. Və gəlir olan kimi sığortalayarıq, selə gəlsə, gəlir olan kimi sığortalayarıq. Belə, dünən bildiyiniz kimi biz hətta Telegram kanalında açıqladıq, nə etmək lazımdır, 2 dolları gəlirlə, 3 dolları gəlirlə bağlamaq lazımdır. Yəni, bütün bunların hər birini biz detallı şəkildə izahını verdik. Yəni, izahını verdik, hər bir, bugün səhər saatlarında yenə əməliyyatlar paylaşmışıq. Yəni, dünənki əməliyyatlar bunlardır. Hətta biz 800 nəfərlik Telegram siqnal kanalında da paylaşdıq. Nəysə, yəni bugün baxaq nələr baş verəcək. Artıq buy açıldı bizdə, baxaq görək nələr baş verəcək. Yəni 10 dollarla qalxış olacaqmı, yoxsa olmayacaqmı? Gümüşə gəldikdə isə gümüşdə də biz alqı-satqıları həyata keçirmişik. 87-lərdən alışlar qoymuşuq, 85-800-lərdə satışlar təyin edildi. Dünən gümüşdə mükəmməl gəlir nəticələndi uşaqlar. Biz 90-ları gözlədik, 87-yə qədər gəldi. Euro dollarda dünən satış əməliyyatları vardı, o da mükəmməl nəticə ilə
yəni nəticələndi, qəşəng, yəni gəlirlərlə nəticələndi. Bu gün alışlar 1.17.450-lərdən olacaq, satışlar isə 1.17.100-lərdən. Funtun dollar rəqabətinə gəldi isə alışlar olacaq 1.35.500-lərdən, satışlar olacaq 1.35.100-lərdən. Bitcoinə gəldi isə, Bitcoinə nələr baş verəcək? Bitcoində alış və satışlar 81.400-lərdə alışlar, satışlar isə satışlar 81-dən demişdim. Amma daha yaxşı olardı ki 80-700-lərdən olsa daha yaxşı olardı. Ethereum'da da dünən satış əməliyyatlarından yaddaşlarda qaldı. Bugün alışlar olacaq 2323-dən, satışlar olacaq 2268-lərdən olacaq. Keçən neftə də dünən biz 106-lardan alışlar demişdik uşaqlar. 106-ları demişdik, 108-lər demişdik, yadımda deyil. Baxaq. Neft 108-60-lardan. 108-60-lardan buradan 108 alışlar idi, yəni qiymət 3 dollarla bir yüksəliş oldu. Bugün satışlar 108-50-lərdən gələcək. Alışlar isə, yəni erkən alışlar 109-85-lərdən, əsas alışlar isə 110-50-lərdən gələcək uşaqlar. Keçək biz Nasdaq, S&P, Dow Jones-lara keçək. Yəni bu Dow Jones yuxarı doğru istiqamətinə 50.400-lərə yaxınlaşır. DAX hələ ləngiyir. Nasdaq artıq demək olar ki, yəni 29.926-lara hədəflənib və S&P də ki, demək olar ki 7.456-lardan keçəndən sonra təbii ki 7.795-lərə fokuslanacaq. Belə əzizlərim, biz baxırıq qızıla və qızılın hərəkəti yuxarı doğru istiqamətində davam etdirmək istəyir. Yəni bu, deyək ki, birinci qalxış, yəni bu istiqamətdə əsasən də yəni daha yüksəklərə, yəni take profit'ı biz daha yüksəklərə qaldıra bilərik. Neçəyə qədər? 4764-ə qədər. Təbii ki, bu yuxarı qalxandan sonra bunu da sığortalayarıq. Əsasən də sığorta. Əgər balans böyüdürsə saxlaya bilər. Balans kiçikdirsə sığortalamağınız məsləhətdir. Ən azından yaxşı olardı ki, sığortalamaq üçün, yəni necə yaxşı olardı? Yəni qiymət məsələn deyək ki, bu istiqamətdə qalxandan sonra belə bir şam qalxandan sonra sığortanı biz deyək ki, bu istiqamətdə gətirə bilərik. Bu qalxdıqca bir də sığortanı qaldıra bilər. Trailing stopla da ola bilər. Belə uşaqlar, özünüzə yaxşı baxın. Görüşmək ümidi.